Səhiyyə Nazirliyi Ağdərə rayonunda əhalinin növbəti tibbi müayinələrini təşkil edib. İşğaldan azad olunan ərazilərə böyük qayıdış proqramı çərçivəsində Səhiyyə Nazirliyi vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir. Növbəti belə tədbir aprelin 30-da baş tutub. Nazirliyin Akademik Zərif Əliyev adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tərəfindən Ağdərə rayonunun Talış kəndində əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb. Müayinələr əsnasında vətəndaşlarda quru göz sindromu, allergik konjunktivit, refraksiya patologiyası, miopik astigmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərif Əliyev adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb. Ümumilikdə oftalmoloji aksiya çərçivəsində 70-ə yaxın vətəndaş müayinədən keçib.